Paltaryuanımı axırıncı dəfə nə zaman dərindən təmizləmişəm bilmirəm. Bugün o gün idi. Və təmizləyərkən təmiz bildiyim paltaryuanımın içindən çıxanlara şoka düşdüm. Əslində bu mənim öz səhvim idi, çünki vaxtında təmizləməli idim. Ağlıma gələn bütün təmizlik vasitələrini istifadə etmişəm bu videoda. Baraban yuma rejiminə yumazdan öncə gördüklərimi psixoloji olaraq unutmaq üçün barabanın içərisinə xlor əlavə etdim. Bunu ilk dəfə edirdim. Normalda heç vaxt xlor istifadə etmirəm və heç birinizə də tövsiyə etmirəm. Çünki deyilənə görə barabanın içərisində olan rezinləri bir müddətdən sonra pis vəziyyətə sala bilir. Paltaryuanı ayda bir dəfə dərindən təmizləməyə şərt oldu artıq mənim üçün bu gördüklərimdən sonra. Ən əsas da paltaryuanın məhz bu hissəsindən çıxan çirklər məni heyrətə gətirdi. Çünki paltaryuanımın bu qədər çirkli olduğunu heç düşünmürdüm. Əgər videomu bəyəndinizsə, like etməyi və səhifəni izləməyi unutmayın. Hələlik.